Avtomobilin kondisioner sistemini nə zaman, niyə və necə qulluq etməliyik? Avtomobilin kondisioneri sürücü üçün vacib olsa da, çox vaxt ona diqqət yetirilmir. İstər yayda sərinləmək, istərsə qışda şüşənin buharlanmasının qarşısını almaq üçün onun düzgün işlənməsi çox vacibdir. Gələn çox rast gəlinən suallar ətrafında kondisioner sistemini aydınlaşdıraq. Kondisioner niyə üfürmür ya da niyə zəif üfürür? Əgər kondisioner açıqdırsa və içəri hava gəlmirsə və yaxud da zəif gəlirsə, bu hallara baxmaq vacibdir. Salon hava filtri tıxanıb, kondisioner qazı azalıb və ya bitib, kompresor nasazdır, elektrik və ya sensor problemi yaranıb. Kondisioner işləyəndə yanacaq çox gedir. Bəli, kondisioner kompresoru mühərrikdən enerji alır. Bu da mühərrikin az da olsa artıq işləməsi deməkdir. Amma bu yanacaq sərfiyyatına çox ciddi fərq yaratmır. 100 kilometrə təqribən 0,3-0,2 litr fərq yarada bilər. Əgər kondisioner işləyəndə maşın zəifləyirsə, bu artıq problemə işarədir. Kompresor çətin fırlanarsa, qayış dartılıbsa və ya digər mexaniki nasazlıq varsa, mühərrik yüklənir. Pis qoxu gəlirsə, problem nədir? Əgər kondisioner işə salınarkən avtomobildə kəskin və xoşagəlməz iy yaranırsa, bu artıq rütubət və bakteriyalardan qaynaqlanır. Əsas səbəblər: salon filtrinin çirklənməsi, evaporator hissəsində rütubət və kif, uzun müddət işlədilməyən kondisioner sistemində hava sirkulyasiyası dayanır və nəmişlik artır. Bəs nə etməliyik? Salon filtrini ildə 1-2 dəfə dəyişin. Evaporatorun təmizlənməsi üçün xüsusi spreylərdən və ya servis xidmətlərindən istifadə edin. Bəs kondisioner qazı nə vaxt yoxlanmalıdır? Əgər soyutma zəifləyibsə, kompresor işləyir, amma soyuq hava gəlmir, bu zaman qaz bitmiş ola bilər. Dəqiqə yarım işlədikdən sonra belə hava soyuq olmur, kondisioner açılan kimi qəribə səslər gəlir, boruların biri buz bağlayır, digəri isə isti qalır. Bu hallarla qarşılaşmamaq üçün ildə bir dəfə, xüsusilə yay keçid zamanı kondisioner sistemi ustaya göstərmək və qaz səviyyəsini yoxlatmaq məsləhətdir.